Hər kəsə salam. YouTube kanalıma və növbəti vloquma xoş gəlmisiniz qızlar. Bugün vloqu birbaşa marketdən açmışam. Açıqcası uzun müddətdir ki, mən sizlə yalnız və yalnız həftə sonu vloqları paylaşa bilmişəm. Bu vəziyyət məni biraz narahat eləyirdi və bugün işdə olarkən düşündüm ki, yəni saat 8-ə işləmiş gedib evə çatıram və həmin müddətdən sonra gün artıq mənimdir. Heç yerdə də yazılmayıb ki, mütləq şəkildə vloqlar səhər saatında açılmalıdır. Mütləq şəkildə bir günlük olmalıdır. Xeyr. Ona görə də dedim ki, bir dəfə də belə olsun. Yəni axşam başlayım vloqa. Gəldim, dayanacaqda düşdüm. Evin yanında Araz market var idi. Ora getdim. Yüngülvari alınacaqlar var idi. Onları aldım. Biz adətən qızlar, yəni marketdən meyvə tərəvəz almırıq. Amma məcbur olanda alırıq. Gördüyünüz kimi hər şeydən çox belə az almışam. Ümumiyyətlə meyvə tərəvəz seçimi də o qədər də yaxşı deyil. Bizim Arazda çox nadir hallarda yaxşı meyvə tərəvəz olur. Sonra keçdim abur-cubur hissəyə. Mehrinə sabah məktəbə götürmək üçün peçenye falan belə şeylərə baxıram. Əvvəllər həftəlik alırdım. Yəni alırdım, qoyurdum evə, hər gün birini qoyurdum. Amma son dönəmlər biraz evdə şirniyyat falan az bişirirəm deyə uşaqlar o alınanları da yeyirlər. Bəzən olur ki, elə günlük də alıb gətirirəm. Nəysə, evə gəldim, çıxdım. Gələn kimi də mütləq şəkildə üzərimdə nə aksesuar, nə zinət əşyalar var, hər birini çıxartdım. Paltarımı falan hamısını yerbəyer elədim. Əlimi üzümü yudum, biraz rahatlandım. İndi aşağı düşüb bəzi işlərim var, onları görəcəm qızlar. Əslində çox bir işim yoxdur. Gəldim mətbəxə, biraz filə doğradım, qızartdım. Pomidor, xiyar doğradım, bir də belə yuxa almışdım qızlar. Onu mayonezləyib içinə bu hazırladığım file və pomidor xiyarı yığacağım. Fileni çox qızartmamışam. Biraz sarı kök vurdum ki, rəngi çönsün. Çox qurutmaq istəmədim. Mən bunu Mehrinin məktəbi üçün hazırlayıram. Yəni fikirləşərsiniz ki, məktəbə qədər hazırlıqdır. Yəni uzaqbaş uşaqlar 2 saat yarım məktəbdə olurlar. Niyə belə hazırlıq görürəm? Amma bizdə vəziyyət tamam fərqlidir qızlar. Bu arada qızlar üzr istəyirəm. Biraz danışığımda problem ola bilər. O da mənim nəfəsimlə bağlı bir məsələdir. Yanvarın əvvəlində biraz xəstələnmişdim. Boğazımda çox ağrılar oldu. Nəysə ki, düzəlmişəm. Yəni heç bir xəstəlik yoxdur, amma çox qəribə bir şəkildə xəstəlikdən sonra çox danışarkən nəfəsimi idarə eləyə bilmirəm. Bir anlıq boğulma baş verir məndə. Ona görə də ara sıra biraz belə səsimdə dəyişiklik olsa üzr istəyirəm. Yəni çalışacağam ki, ümumiyyətlə fasilə verə-verə danışım. Hə qızlar, keçən vloqda yadınızdadırsa demişdim ki, Mehrini hazırlığa qoymuşduq. Ay yarım idi Mehrin hazırlığa gedirdi. Çox təəssüf ki, müəlliməmizi itirdik, rəhmətə getdi. Heç gözləmədiyimiz bir anda və biz müəlliməsiz qaldıq. Elə keçən vloqda da göstərmişdim ki, Mehrini sınağa aparmışdım. O sınaq qızlar rus dili sınağı idi. Rus dilindən sınağı idi. Yəni Mehrini rus bölməsinə qoymuşam. Bilirsiniz ki, onlar da 1-ci sinifə qəbul olmaq üçün imtahan verməlidirlər. Yəqin ki, may ayının axırları, iyun ayında artıq imtahana gedəsik. Yəni biz hal-hazırda o imtahanın hazırlıq mərhələsindəyik. Yəni müəllimə də tapmışdım. Həm məktəbə gedirdi, həm hazırlığa gedirdi. Çox təəssüf ki, belə bir vəziyyət alındı. Yəni biz qaldıq müəlliməsiz. Keçən həftə apardım Mehrini sınağa. Orada elə bil 30 dənə sual verdilər. 30 sualdan 18-nə yaxşı cavab verdi. Hardasa 4-ünə 5-nə biraz natamam cavab verdi. Bu arada qızlar dürməkdən özümə də hazırladım. Elə axşam yeməyimi də belə yedim. Nəysə qızlar, yəni Mehrin sınaqdan yaxşı çıxdı, pis çıxmadı. Müəllimə də razı qaldı. Açıqcası mən də kursu bəyəndim, müəlliməni bəyəndim və daha sonra Mehrinin bir neçə sinif yoldaşlarım mamaları ilə danışdım. Onlar da eşitdim ki, o kursa qoyublar uşaqları hazırlığa.
və mən də Mehrini onların dəstəsinə qoşdum. Artıq bir həftədir ki, dərslərimiz başlayıbdı. Sadəcə olaraq biraz günümüz, rejimimiz çətindir. Bu arada gəldim Mehrinin kitabına, dəftərinə, hər bir şeyinə baxdım ki, sumkasını rahatlayım, sabaha hazır qoyum. Hə, dediyim kimi qızlar, günümüz biraz, rejimimiz biraz çətinləşibdi. Elə bil Mehrin həftənin 5 günü saat 9-dan 12-nin yarısına qədər kursda olur. 12-nin yarısında çıxıb saat 12 üçün məktəbə çatmalıdır. Bu biraz bizim üçün problemdir. Sağ olsun, sinif yoldaşım maması öz uşağını götürəndə Mehrini də götürür. İkinci, dördüncü gün ümumiyyətlə bizə çətindir. Həmin gün Mehrinin gimnastikası da var. Və məcbur belə eləməliyik ki, Mehrin saat 9-dan 12-nin yarısına kursda, 12-dən 2-nin yarısına qədər məktəbdə olmalıdır və məktəbdən gələn kimi 3-ün yarısı elə bil ki, qayıdır, gəlir də, hardasa 3 işləmiş falan. Hazırlaşıb təzədən gimnastikaya getməlidir. Ona görə mən də biraz Mehrinə artıq yemək qoyuram, meyvə də qoyuram, nə bilim, şirniyyat da qoyuram, dürmək də hazırlayıram. Çünki nə qədər də olmasa körpədir də, yəni suyu, soku, belə şeylər qoyuram ki, möhkəm yeyib gün ərzində ac qalmasın. Elə gələn kimi onun məktəb şeylərini hazırladım. Biraz oturdum, dincəldim. Bu arada yəqin ki, gördünüz, özümü işə salmışam. Mən uzun müddət idi ki, türk serialları izləmirdim qızlar. Amma bu yaxınlarda Halef deyə bir dizi çıxıbdı. Çox təəssüf, keşke çıxmazdı. Nəsə o diziyə tutulmuşam, ona baxıram. Çox təəssüflər olsun. Amma özümü saxlaya bilmədim. Düzdür, artıq bir xeyli seriyası gedibdi, amma mən indi başlamışam, indi baxıram. Sonra yuxarı qalxdıq, Mehrinlə bir yerdə paltarları hazırladıq. Uğur evdə yoxdur. Uğur bilirsiniz ki, şəhərdə oxumağa gedəndən anamgildə daha çox olur. Yoldaşım da bu gecə olmayacaq, Mehrinlə ikimizik. İşim gücüm biraz yüngüldür. Evdə adam az olanda işim gücüm də az olur. Mən buna fikir vermişəm. Mehrinin sabah üçün gimnastika paltarını da hazırladım. İnşallah məktəbdən gələndən sonra nənəsi hazırlayıb gimnastikaya göndərəcək. Qatlanacaq paltarları qatladım. Sonra əldə ütülənəcək paltarlar var idi. Onları ayırdım. Əslində çox deyil. Mehrinin bir dənə bu koftası var idi. Digər kofta, ağ kofta. Onun materialı çox yaxşıdır. Əsl mən istəyən materialda. Ütüyə ehtiyacı yoxdur. Elə onu ipdən götürüb dərhalda dolaba astım. Amma bunu ütüləyəsiyəm. Bu il qızlar bəzi qərarlar qəbul etmişəm. O qərarlardan biri də budur ki, artıq nə olur olsun, bir dənə, 2 dənə də olsa, yəni ütülənəcək paltar varsa onu ütüləyib qoyacağam. Əslində bu sözü özümə dəfələrlə vermişəm, amma heç vaxt üstündə durmamışam. Bu il başlayandan biraz baxıram ki, riayət eləyirəm artıq. Mümkün olduğu qədər paltarları yığmamağa çalışıram. Ara sıra əslində bu metoddan istifadə etmişəm. Həqiqətən də çox yüngüllük verir adama. Bilirəm ki, mənim kimi bir çox xanımların da paltar ütüləməkdən xoşu gəlmir. Mən qəti şəkildə sevmirəm, nifrət eləyirəm konkret olaraq. Amma məcburuq, ütüləməliyik. Özümə hətta paltar alanda qızlar, mən çalışıram ki, yəni materialına baxım, seçim ki, ütüyə çox ehtiyacı olmasın. Lap ütülənəcək paltar olsa da ütüyə itaətkar olsun. Məsələn, mənim yoldaşımın bir çox paltarı var ki, onlar qəti şəkildə ütüyə itaət etmir. Bu arada qızlar, mən ütünün içərisindən suyu töküb öz stəkanda saxlayıram və növbəti dəfədə istifadə eləyirəm. Bunu internetdən öyrənmişdim ki, elə o su içində qaynayır deyə daha təmiz hesab olunur. Ümumiyyətlə bilirsiniz ki, ütüyə qaynanmış su tökmək lazımdır. İndi hər dəfə olmur, mən də bu metoddan istifadə eləyirəm. Nəysə, paltarları falan rahatladım. Bu il özümə verdiyim sözlərdən biri də
odur ki, oxunmamış kitablarım var. İl sonuna qədər o kitabları oxuyub bitirəcəm. Heç il sonuna yox, bilirəm ki, ilin yarısına gəlməmiş oxuyub bitirəcəm bu kitabları. Sadəcə olaraq məsələ budur ki, mən oxunmamış kitablarım ola-ola özümü saxlaya bilmirəm qızlar. Əlavə də kitablar alıram. Artıq 2026-cı il başlayandan bu vərdişi demişəm ki, özümdə yığışdırım. Konkret olaraq birinci bu oxumadığım bütün kitabları oxuyum. Ondan sonra artıq yavaş-yavaş kitab alaram. Hətta keçən səfər Əli və Nino mağazasında yaxşı endirimlər var idi. Amma özümü saxladım, getmədim. Yaralanmadım, yəni endirimdən. İl sonuna qədər güman edirəm ki, sözümü tutaram. Belə bir kitabım var idi, Öteki Çocuk. Charlotte Link'in kitabıdır. Psixoloji və detektiv tipli belə bir kitabdır. Türk dilindədir, yəni. Çoxdan almışam bu kitabı. 3 seriya var idi. 3 dənə, yəni romanını almışdım. İkisini oxumuşam, biri bu qalıb. İnşallah bu kitaba da başlayacağım. Əlfəcrində seçdim, gördüyünüz kimi. Artıq günüm sonlanır. Günün demək olar ki, ən çox sevdiyim hissəsi gəlir. Bu arada qızlar, dırnaqlarıma fikir verməyin. Dırnaqlarımın dibi çox gəlib. Amma mən vaxt imkan eləyib, hələ ki ustamın yanına gedə bilməmişəm. Biraz özümə baxım eləyəcəm bugün. Mən əslində elə də güclü baxım eləyən adam deyiləm, açıqcası. Maksimum parça, belə deyim, maskalardan istifadə eləyərəm, patçilərdən istifadə eləyərəm. Bir də mümkün olduğu qədər yaxşı kremlər almağa çalışıram qızlar. Həqiqətən də yəni keyfiyyətli olsun, nəsə bir nəticəsi olacaq kremlər alıb istifadə eləyirəm. Yəni baxımım bundan ibarətdir də, yəni əlavə özümə maska falan düzəldim, belə şeylər etmirəm. Günlük mütləq şəkildə üzümün təmizliyini edəndən sonra belə bir gül suyum var. Ondan istifadə eləyirəm, üzümü silirəm. Onu da mənə eltim almışdı. Belə. Günün sonuna gəlib çatmışam. Biraz dedim baxımlarımı eləyim. Maska quruyana qədər də kitab oxuyacağam. Bu maskalardan çox istifadə eləyirəm qızlar. Mən özdəki belə standart, yəni eynisini almıram. Yəni bəyənirəm də, belə deyim. Daha çox su bazalı olanını seçməyə çalışıram. Yəni üzümə yaxşı təsir eləyir, çünki mənim üzüm elə də problemli deyil. Alıb da yəni nəticəsini görürəm deyə daimi evdə mütləq şəkildə belə maskalarım olur. Biraz da kitaba baxdım. Kitab görürsünüz ki, böyük kitabdır. 486 vərəqdir. Sadəcə olaraq diqqətimi bir şey çəkdi ki, artıq kompüterdə o qədər işləmişəm ki, qızlar, şrifləri çox gözəl ayırd eləyirəm. Məsəl üçün görürəm ki, kitabın əvvəli başqa şriflə yazılıb, amma ortaları başqa bir şriflə yazılıb. Bilmirəm bu niyə belə olubdur. Yəni türklərdən çıxmayan iş. Çox qəribədir. Belə bir şey ilk dəfə idi. Hansısa bir kitabda belə bir şey çıxırdı qabağıma. Neysə qızlar, dediyim kimi günümü yekunlaşdırıram. Bundan sonrası artıq mənim belə deyək istirahət dəqiqələrimdir.